Salam dostlar, hamını xoş gördük. Söz verdiğim kimi mağazində alış-veriş vlogu hazırdır. Vloga keçməmişdən qabaq xahiş eləmək istərdim ki, əgər bu video xoşunuza gəldisə, like qoymağı və paylaşmağı, abunə olmayan varsa abunə olmağını xahiş edirəm. İndi isə keçək vloga. Deməli, un götürdük. Unlar belədir. Belə paçkada satırlar unları. Bunun yazıları hardadır? Burada. Unları belə satırlar. Un aldıq. Bu drojdur. Droj aldıq. Yəni hər qiymətə unlar var. 2.15-ə, 1.30-a, 1.13-ə, 1.20-yə hər qiymətə unlar var. Semçika yağları var. Semçika yağı götürməyə gəlmişik. Hər qiymətə var. 3-ə, 2-yə, 1.39-a. Ucuz olanlar da var. 1.39-a, 1.88-ə hər qiymətə var. Mağazindəyik. Hələ ki alış-veriş davam edir. Gəzirik, görək nə alırıq, nə edirik. Dediyim kimi 100 manata nə alış-veriş eləmək olar. Düzdür, mən 100 manatlıq alış-veriş eləməyəcəm. Yəni artıq olsa onu hesaba qatmıram. Sırf 100 manata nə almaq olar. İndi yağ almağa gəlmişəm. Yağ 1.65-ə. Bu duzsuz olan yağdır. 2 dənə götürəcəm. Hələ ki evdə var. Hər qiymətə var. Ancaq mən 2 dənə götürdüm belə. Çünki bu yağlar xoşumuza gəlir. Bu yağlar yaxşı yağdır. İndi fıstıq götürürük. Qiyməti kilosu 13.70-ədir. Burada da qoyursan özün nömrə ilə yığırsan, hansı nömrədirsə 53 yığırsan və buradan çek çıxır. Nə qədər elədi? 3 manat, 3 euro 35 sent. Götürmək istəyirəm. Hər enerjini xoşlamıram. Red Bull zad dadları pisdir. Xoşlamıram. Burada bu var. Bunların dadı xoşum gəlir. Çünki bunların dadı Bakıda Hel var idi. Onun dadına oxşayır. Helin dadına. Ona görə də bundan götürməyi daha həm dadı xoşum gəlir. Hel oxşayır ona görə. Yəni ən çox götürdüyüm budur. Bu da ki 44 qəpik idi. 44 qəpiyə. 6 dənə götürdüm bu enerji soklardan. Bu bulka kimi bir şeydir. 1 manat 25 qəpiyə. İçində bilməm nə qədərdirsə xoşum gəlir bunlardan. Dadı qəşəngdir. Bunun adı brioche'dur. Bir dənə də belə bir şey götürdük. 1.9-a. İçində şokoladla da həm də çöpləri var. Batırıb yeməyə. Bir dənə belə bir şokolad götürdük. Qiyməti 95 qəpik. Qəpik deyəndə siz bilin sent deyirəm. Biz burada çoxu, yəni manat, qəpik yəni istifadə edirik. Euro demirik. İndi süd gəlmişik götürməyə. Süd bunlardan götürürük. İçində 6 dənədir. 2 paçka götürürəm. Bunun qiymətini dəqiq bilmədim. 3.78 deyəsən 6 dənəsi. Hə, 3.78-dir. Yəni bir paçkada 6 dənədir. Süd götürdüm. 12 dənə. 6, 12 dənə götürdüm süd. Bir dənə də bundan götürürəm. 1.70-ə. Slivka. Bunu nə bilim kremazada qatırlar. Tort zad eləyəndə, şirniyyat eləyəndə belə bir şey. İçində 3 dənədir. Bu da xanımlar üçündür. Atiston dırnaq lak təmizləyəndir də, yəni xanımlar üçün 90 qəpik. Bir dənə də belə salfetkadır 77 qəpiyə götürdük. Bu da yağlı kağız 87 qəpiyə 2 dənə. Sonra belə kalbasa aldıq 2.70-ə. Sasiska götürürəm. Hələ ki 2 dənə götürəcəm çünki az yeyirik.
Sonra qalır xərab olur. Yadımdan çıxıb hansı daddır. Bu yox, bunlar yaxşıdır. 2 dənə bundan götürdüm. Qiyməti 97 qəpiyə bir dənəsi. Belə bir sosisikalardır. Normalda pizzanı özümüz edirik. Biri 1.95'dir. Prosta indi 2 dənə götürəcəm. Belə sucuk deyirlər deyəsən, türklər. Belə bir pizza 2 dənə götürdüm. Çünki gedən kimi nəsə tez atışdırmağa. Qatıq almağa gəlmişik. Yoğurt deyirlər. Bunlar yoğurt ad deyilinə. İndi hər qiymətdə var, müxtəlif şirkətlərim var. İndi görüm, həmişə aldığımızdan axtarıram. Onun yəni həm dadı qəşəngdir. Dadı həm də ki, yəni biraz Bakı qatıqlarına oxşayır. Həmişə bu qatıqlardan alırdım. Bundan. Bunlar xoşum gəlirdi, amma sonra başqası dadına baxdım, o daha çox xoşum gəldi. Qatıq qaldı, qatıq hələ almadıq. İndi gedirik başqa ərzaqlar almağa. Qatıq götürdük belə 1.24-də. Qəşəng qatıqdır. Dediyim qatıq bu idi. Axır tapdım, götürdüm. Hələ ki 4 dənə. Xiyar götürdüm. Burada kilo ilə yoxdur. Kilo ilə var azdır, amma belə bir dənəsi 1.49-adır. Yəni yekə bir xiyardır. 1.49'a 2 dənə götürdüm bu xiyardan. Bir də pendir belə mozzarella pendiri. Bu neçə idi? 57 qəpik. 4 dənə də bundan. Bunu pizzanın zadının üstünə biz əlavə, yəni evdə düzəldəndə vururuq. Yumurta almağa gəldim. Yumurta 3.20'ye yumurta. Buradan yumurtaları seçirik belə. 30 dənə, yəni bir korobka yumurta 3.20'ye. Hər növ pendirlər var. Pizzanın üstünə vurmaq üçün pendirlər var. Yəni hər qiymətə var. 2-yə, 3-ə, 2.20'ye, 2.24'ə, 2.86'ya, 1.73'ə hər qiymətdə var. Bu seçimləri də çoxdur. Bu pendirdən götürdü 76 qəpiyə yoxlamaq üçün. Yəni toz kimi bütün pendirlərin qarışığıdır. Yəni bu mağazin öz firmasıdır belə olanda. Yəni mağazin özünə aiddir. Soğan almağa gəlmişəm. Soğan 99 qəpiyə 1 kilosu. Belə, yəni 2 dənə götürəcəm soğan. Dənə soğan. Pomidor indi alırıq. Qiyməti 99 qəpikdir pomidor. Mən çalışıram yəni ucuzlarını çəkim sizlərə. Çünki hər qiymətə var. Pomidor çeşidləri var, hər qiymətə var. Sadəcə ən ucuzu 99 qəpikdən başlayır. Ona görə də çalışıram ən ucuzunu sizə çəkim. Yəni pomidor çeşidləri belə də var. 2.49'a, yəni hər qiymətə pomidorlar var. Müxtəlif qiymətlərə pomidorlar var. Mandarinlər də var hər qiymətdə, yəni 3.99'a, 3.49'a. Burada 2 kilodur belə paket. Çəkiylə olan da var, paketlə olan da var. İndi bundan götürürəm 2 kilosu. Bu böyük mandarindir, onlar xırda mandarinlərdir. Sonra belə bir üz qırxan üzü, yəni tükləri üz qırxan götürdüm. 1.82'ye içində 10 dənə. Mənim üzüm biraz tükləri, yəni çoxdur. Hər üz qırxan üzümə düşmür. Bundan qabaq da almışdım, yəni yaxşısını. Yolur, ağrıdır, nə bilim. Bu üzümə daha yaxşı düşür. Ona görə bundan aldım. İçində 10 dənədir. Qiymətini dedim deyəsən 1.82'ye. Bir də 63 qəpiyə belə qat-qat xəmir aldıq. Nə bilim, pizza zad eləyirlər, nə bilim, hər şey demək olur da bundan. Düzdür, pizza xəmirini özümüz evdə edirik. Burası aldıq. Yəqin nəsə planda başqa bir şey var. Sonra belə bir
Suxarik deyirlər, nə deyirlər buna? Bundan var, bundan götürürəm. Yoldaşım xoşlayır. Çörək əvəzi də çörək yemirik. Hər şey çörəksiz yeyirik. Ona görə də yəni belə şey. Mən ümumiyyətlə çalışıram yeməyim, amma pizza ayda bir dəfə, iki dəfə yeyirəm. Belə yəni çalışıram çox xəmir şeylərə üstünlük verməyim. Qiyməti 1.15-ədir. Çipsi götürürük. Burada da çoxdur çeşidləri əlimə. Hansı gözümə xoş gəlirsə onu götürürəm. Götürək bunu. Bilmirəm. Düzdür, mən bunları xoşlayıram, Doritoslar. Ən sevdiyim yəni birinci yerdə Doritosdur məndə. Doritos götürürəm. Qiyməti 1.67-yə. Deməli, əziz dostlar, bugün aldığımız 100 manata nələr almaq olar vlog çəkmişəm. Burada tam 100 manatlıq yoxdur, yəni əlavə olunacaq. Yəni, bugün alış-veriş elədiyim bunlardır. Mağazində göstərdiyim kimi, yenə deyirəm, xiyardır. Burada xiyarlar kilo ilə satan yerlər var, amma xoşum gəlmir. Açığı dadından biraz xoşum gəlmir. Ona görə tək-tək olandan alıram. Bunlar daha dadlıdır, daha yaxşıdır. Undur, deməli, şokoladdır, yumurtadır. Mağazində göstərdiyim kimi belə pendirlərdir. Pizza zada vururuz. Sonra sasiskadır, 2 dənə sasiska almışam. Çox almırıq çünki yemirik qalır, sonra yaxşı olmur, dadı zad dəyişir, pis olur. Turşu xiyarlarıdır belə. Turşu, yəni bir yekədir, biz xoşlayırıq, yəni turşuları, xiyarları, ona görə çox alırıq. Zeytundur, 3 dənə belə zeytun almışıq. Səhər yeməyə, nə bilim, pizza eləyəndə evdə üstünə vurmağa, pendirlə, zadla qəşəng gedir. Zeytundur, Doritos chipsidir, sonra yağdır, 2 dənə yağdır. Kərə yağlarıdır. Sonra belə bir şeydir, krem fresh deyirlər deyəsən, səhv eləmirəmsə, bu şirniyyata vururlar, krema vururlar, torta vururlar. Bu da bayaq mağazində dediyim kimi bulkadır, brioche deyirlər burada. 2 dənə pizzadır, pizza. Sonra fistyaşkadır belə, fistyaşka. Kalbasadır. Kalbasa kim istəyir, səhər yiyir, kim istəyir, nə bilim. Pizza ilə qatışdırır. 6 dənə belə enerji soklardır. Düzdür, mən bunları almışam, çünki bunları yiyirəm. Ola bilər, indi kimsə Avropada ya Fransada yaşayanlar başqa bir şey ala bilər. Özünə nə yiyir, nə içir, onu ala bilər. Semçika yağıdır, 2 dənə almışam. Çünki evdə də var, əlavə. 2 dənə əlavə evdə də var. Kofidir, belə bir kofidir. Almışam. Sonra burada yoğurt deyirlər, qatıq, yəni qatıq almışam. Bu firmanın qatığı çox daddır, çox yaxşı qatıqdır. Alırıq bunu tez-tez. Yumurtadır, 30 dənəsi. Qiymətləri yəqin ki gördünüz, indi hamısının qiyməti yadında deyil. Undur, burada nə qədərdir bilmirəm. 1 kilo olmalıdır, yoxsa yox 1 kilo olmaz. 1 kilo 800. 1 kilo 800. 2 dənə almışıq bu undan, sadəcə olaraq birinin altı deşildi bayaq. Klokda, ona görə onu qoymamışam. Deməli pomidordur, pomidor almışıq. Sonra süt, 6 dənəli sütdür. 2 paçka almışıq, 12. Sonra soğandır, 2 dənə soğan almışıq. Biri də buradadır, 1 kilodur, səhv eləmirəmsə 99 qəpiyədir biri. Və sonra mandarindir, belə bir mandarin almışıq. 2 kilodur. Bu yekə mandarindir, yəqin görünür, yekə mandarindir. Yəni hələ ki bu qədər, indi gedirəm növbəti alış-verişə. Cəm halında, yəni 100 manata nələr almışam, onu göstərəcəm sizə. Və bu da sonuncu alış-veriş. Mağazindən getdik, başqa 2 mağazinə getdik, əlavə bunları da aldıq. Deməli bu duş gelidir, hamamda çinmək üçün. Leclerc'dən aldım, Leclerc deyilən mağazinə. Bunun iyi çox xoşum gəlir, çox gözəl iyi var bunun.
Ona görə aldım. Yəni böyle bahalı şey də deyil. 1 euro 6 sent zad olma, 6 qəpik, 1 euro 6 qəpik zad belə təxmini. Bu da yarım kiloluq M&M's. Bu Bounty'dir. İçində 5 dənə olur. Yəni 5 dənə belə açıb yemişəm. Birini yolda açıb yedik. Yəni yolda. Sonra bu kolonya deyirlər. Tərkibi spirtli, əl üçün, yəni təmizlik. Şüşədəndir. Bu da belə pomidor, cherry deyəsən, səhv eləmirəmsə deyirlər. Və farş aldım. Qiymətlər bundan dəqiq yadımda deyil. 4 neçə olmalıdır. 4 euro 60-40 arası belə. Bu da ciyərdir. Bu da ürəkdir. İnəyin deyəsən, inəyindir. Ət almadıq, çünki ət evdə var. Ona görə ət almadıq. Dedik qutaranda alarıq. Kişmiş almışıq. Belə aşazada vurmaq üçün kişmişdir. Bu unutmuşdum adını. Xurmadır bu. Xurma 1 kiloluqdur xurma. Və kalbasa, yenə kalbasa aldıq. Mal ətindən kalbasa, içində yəni acılıdır, biberli kalbasa. Və kompütera, notebook'uma mağazindən mışqa aldım. Çol. Bu qədər. Bugünkü alış-veriş, yəni bu qədər, hardasa 100-dən biraz artıq oldu. Yəni bugün alış-veriş eləmişik. 120 euro, yəni təxmini az da ola bilər. Yəni təxmini bir balaca da artıq ola bilər. Çünki əlavə şeylər də aldım. Onu yəni hesabdan çıxartmışam. Yerdə qalan, yəni nə varsa, yəni gördüyünüz təxmini 120 euroya yaxın, yəni biraz əlavə çıxdı. Çünki artıq şeylər çox aldım, lazım olan şeylər. Yəni mışqa aldım, elədim. Sonra əlavə yenə şokoladlar aldıq, elədik. Yəni bu qədər. Bugünkü alış-veriş bu qədər. Əziz dostlar, bugünkü mağazin vlogu bura kimi bu qədər. Bugün 2 dənə mağazinə getdim, alış-veriş elədim. 100 euroluq olmadı, biraz artıq oldu, 120 euro tutdu. Çünki elə bir mağazinlə alış-veriş eləmirik. Elə şey var ki, bu mağazində var, o birində yoxdur, o birində olan bunda yoxdur. Ona görə gün ərzində 2 mağazinə getdim. Bacardığım qədər çəkdim ki, xoşunuza gəlsin. Çox sağ olun yenə də ki, baxırsınız, izləyirsiniz, bəyənirsiniz, like qoyursunuz, əziyyət çəkirsiniz. Və belə bir vlog istəyirsinizsə ki, mağazin vlogları çəkim, paylaşın, bəyənin. Abunə olmayan varsa abunə olsun. Hələlik özünüzə yaxşı baxın. Görüşərik gələn vlogda.